Salam uşaqlar, bugün 7-ci sinif 2-ci hissə iş dəftərinin izahına baxaq. Bölmə 5. Sözlərdən istifadə edərək mətni tamamla. Atom, nüvə və nüvənin ətrafında, deməli atom nüvə və həmin nüvənin ətrafında hərəkət edən elektronlardan ibarətdir. Nüvə isə proton və neytrondan təşkil olunmuşdur. Keçək ikinci suala. Proton deməli dedik ki, müsbət yüklüdür. Elektron mənfi yüklüdür. Neytron isə yüksüz zərrəcikdir. Atomu təşkil edən zərrəciklərin hansının yükü sıfıra bərabərdir? Burada cavab neytrondur. Neytron. Dördüncü suala baxaq. Dördüncü sualda deyir. Elektrik yükü olan zərrəciklər yüklü zərrəciklər adlanır. Təbiətdə iki növ elektrik yükü var. Onlar şərti olaraq mənfi və müsbət yüklər adlanır. Beynəlxalq vahidlər sistemində elektrik yükünün vahidi kulondur. 5-ci sual. Deməli, boşluqlara uyğun olaraq sözləri tamamlayaq. Elektron dedik, elektron mənfi ola bilər. Buraya yazırıq mənfi. Sonra elektron müsbət ola bilər, proton. 6-cıya baxaq. Doğru yanlışa baxırıq. Atom və neytral cisimdə elektronların sayı protonların sayından çoxdur. Bu yanlışdır. Əksinə bir-birinə bərabər olmalıdır. Yanlış. Elektron itilmiş və ya özünə elektron birləşmiş atom ion adlanır. Bu doğru. Atom elektron itirdikdə mənfi iona adlanır. Xeyr, atom elektron itirdikdə müsbət ion adlanır. Bu da yanlış. Müsbət ionun yükü aldığı elektronun yüklərinin cəminə bərabərdir. Doğru. Yanlış ifadəni deməli doğru ifadə kimi istifadə edək. Deyir, atom və neytral cisimdə elektronların sayı protonların sayına bərabərdir olmalıdır. Bir də atom elektron itirdikdə müsbət iona çevrilir. Bu ikisi səhv idi. Deməli, 7-ci sualda mənfi yüklü ola bilər. Yük ion mənfi ola bilər. Müsbət ola bilər, bu da ion ola bilər. Elektrik yükü sıfıra bərabərdir. Bu atomdur. 3 atoma getdi. Nüvə və elektrondan təşkil olunmuşdur. Hər ikisi nüvə və elektrondan təşkil olunmuşdur. Elektronların sayı həmişə protonların sayına bərabərdir. Burada gəlir atom. Şəkildə təsvir olunmuş zərrəciklər arasındakı qarşılıqlı təsirin istiqamətini oxlarla göstərin. Dedik, iki müsbət bir-birini itələyir. Bir mənfi, bir müsbət isə bir-birini həmişə cəzb edir. Yəni, bura bir F1 qüvvəsi, F2 qüvvəsi. Burada F1, F2 qüvvəsi. 9-cu suala baxaq. Natrium ionunun elektrik yükü müsbət 1Y'dir. Elementar yük vahidlərində həmin ionun elektrik yükü nəyə bərabərdir? Ən kiçik yük elementar yük 1,6 vurulsun 10 üstü mənfi 19 kulondur. Və bunu da bir müsbətə vurduqda eləyir bizim n bərabərdir 1,6 vurulsun 10 üstü mənfi 19 kulona bərabərdir. İonun yükü buna bərabərdir. Elektrik yükü mənfi 1 olan ionun nüvəsində 3 proton var. Həmin ionun elektronlarının sayını tapın. Ümumilikdə deyir, elektrik yükü mənfi 1'dir. Mənfi 1Y'dir. Və 3 protonu var. 3 dənə müsbəti var. Üzərinə gəlinsin, bizə elektronlarının sayını istəyir. N'ni tapaq. Buradan da n də bərabərdir. Deməli, mənfi 4 elektron olmalıdır ki, bu mənfi 4 elektrondan protonun cəmi bizə ümumi yükü verir. Yəni, mənfi 4'ün üstə müsbət 3 gələndə cavab mənfi 1. 11-ci suala baxaq. Şəkildəki cismi iki hissəyə ayırdıqda bir hissənin elektrik yükü müsbət 3 olarsa, digər hissənin elektrik yükünü tapın. İlk öncə şəkildəki cismin yükünü biz tapmalıyıq. Görək bunun yükü nəyə bərabərdir? Baxaq bir dənə. Deməli, müsbətləri sayaq. 1, 2, 3, 4, 5,
6 dənə müsbəti var. Mənfisinə baxaq. 1, 2, 3, 4 dənə də müsbət mənfisi var. Deməli, bu müsbət 2 elektrik yükünə malikdir. Bax, bunun müsbət 4-ü ilə bunun mənfi 4-ü bir-birini neytrallaşdırır. Qalır artıq müsbət 2. Deməli, bu cisim müsbət 2-dir. Ümumi yükü müsbət 2-dir. İndi bunu 2 hissəyə ayırdıqda, biri deyir müsbət 3 edir. Bəs digəri nə qədər edir? Digərində deyək n. N-i buradan tapsaq, digər tərəfinə düşər bir mənfi elektron yükü. Yəni, bax, bu mənfi elektrik yükü ilə müsbət 3-ü toplayanda cəmimiz iltməlidir müsbət 2. Deməli, ikinci hissədə bir dənə elektron yükü, bir elektronun yükünə bərabərdir. 12-ci suala baxaq. Xlor atomunun nüvəsində 17 proton və 18 neytron var. Buna əsasən şəkildəki xlor ionunun elektrik yükünü hesablayın. Bizə nə deyir? Protonun deyir 17-dir. Protonu 17. İndi biz elektronu tapmalıyıq. Elektronu tapaq. Görək müsbət mənfisi nə yerdədir? Deməli, baxaq, elektronlarını sayaq. 2, 4, 6, 8, 10, 12, 3-ü burada 15 və 18. Deməli, 18 dənə elektronu var. Və bizə nə deyirdi? 17 dənə də protonu var. Onda bu xlorun ümumi yükü nəyə bərabərdir? Mənfi bir dənə y-yə bərabərdir. Bax, bunun mənfi 17-si ilə bunun müsbət 17-si bir-birini 0 eləyir. Qalır bir dənə artığımız mənfi. İndi bizə nə demişdi? Elə bunu soruşur. Xlor ionunun elektrik yükü. Deməli, xlor ionunun elektrik yükü də 1 y-yə bərabərdir. Elektrik yükü müsbət 2 olan kalsium ionunun nüvəsində 20 proton, 20 neytron var. Həmin ionun elektronlarının sayını tapın. Deyir, ümumi yükü müsbət 2-dir. Baxaq, bax, ümumi yükü müsbət 2-dir. Bərabərdir. 20 protonu var. Yəni, müsbət 20 protonu var. Nə qədər elektronu var? Sualı, bax, bu n-i tapmalıyıq. Deməli, n də bərabərdir. Neçə eləyir? Mənfi 18 elektron edir ki, bu mənfi 18 elektronla 20 protonun cəmi bizə müsbət 2-ni vermiş olsun. 14-cü suala baxaq. 14-cü sual uşaqlar yazmışam. Maraqlı sualdır 14-cü sual. Deyir, elektronların sayı müxtəlif olan iki cismin elektrik yükü eyni ola bilərmi? Bəli, ola bilər. İndi eyniyə bir dənə diqqət edək burada. Bax, nə dedi? Elektronların sayı müxtəlif olan. Bax, 2 dənə misal göstərmişəm. Hələ birincini deyirəm. 2 dənə misal göstərirəm. Elektronların sayı müxtəlif olan. Müxtəlif. Baxın, burada bir dənə mənfi 3 götürmüşəm. Bir dəfə də götürmüşəm mənfi 5. Görürsünüz, elektronların sayı müxtəlifdir. İndi deyir, bunların yükü eyni ola bilərmi? Baxaq. Əgər elektronları mənfi 3, mən protona 10 verirəmsə, axırda mənim yüküm edir 7, müsbət 7. Və yaxud da eyni misal, elektronların sayı müxtəlif, mən 12 proton verirəm. Yenə ümumilikdəki yüküm 7-dir. Görürsünüzmü, eyni ola bilərmi? Bəli, ümumilikdəki yüküm eyni ola bildi. İndi ikinci suala. Müxtəlif ola bilərmi? Buna da bəli, müxtəlif ola bilər. Buna da misal göstərək. Yenə elektronları müxtəlif götürürük. Çünki şərtimiz belə idi. Elektronların sayı müxtəlif olsun. Və üzərinə gəlirik protonları və burada da görürük ki, indi bizim ümumi yükümüz müxtəlif alındı. Bizə də soruşurdu ki, müxtəlif ola bilərmi? Bəli. Hər iki halda mümkündür. Deməli, bizə ümumi yükü tapmaq üçün, ümumi elektrik yükünü tapmaq üçün yalnızca elektronlarından yox, eyni zamanda protonlar da lazımdır ki, ümumi yükü tapaq. Yəni, protonları da biz diqqətli olaq, yəni elektronları hər ikisini müxtəlif qoydum. Birinci halda ümumi eyni etdi, ikinci halda isə fərqli qiymət aldıq. Elektrik yük vahidi dedikdə nə nəzərdə? Elementar yük vahidi dedikdə nə nəzərdə tutulur? Elementar yük təbiətdə mövcud olan ən kiçik yüktür. Y hərfi ilə işarə olunur. Burada 1,6 vurulsun 10 üstü mənfi 19 kulona bərabərdir.
baxaq. Sürtünmə ilə elektriklənmə. Ümumiyyətcə deyirik ki, elektriklənmə 3 halda mövcuddur. Sürtünmə ilə elektriklənmə, toxunma ilə elektriklənmə, bir də yaxınlaşdırma ilə elektriklənmə. İndi birinci suala baxaq. Müxtəlif maddələrdən hazırlanmış iki cismi bir-birinə sürtdükdə, bir cismin müəyyən sayda elektronu digər cismə keçir. Çünki cisimlərdən birinin nüvələri digər cismin nüvələrinə nəzərən elektronları daha böyük elektrik qüvvəsi ilə cəzb edir. Yəni, elektron həmişə hərəkət edən mənfi yüklüdür. Müsbət yüklünü biz hərəkət etdirmirik. Mənfi yüklü hərəkət edir və hansı cisimdən hansı cismə keçir? Elektronu çox olandan, yəni mənfisi böyük olan keçir. Mənfisi böyük olandan mənfisi az olana keçir. Doğru olanı seçin. Sürtünmə ilə elektriklənmə zamanı bir cisimdən digər cismə dedik nə keçir? Elektron keçir. Şəkil 3-ə baxaq. Şəkildəki neytral şüşə cisim neytral yun parça ilə sürtdükdə 100.000 elektron şüşədən yun parçaya keçir. Bax, şüşədən yun parçaya keçir. Bir dəqiqə, şüşədən yun parçaya keçir. Şüşə cismi və yun parçanın yükünün, həmçinin bu iki cismin yüklərinin cəmini tapın. Baxın, elektron itirir. Bu şüşə elektron itirirsə müsbət iona çevrilir. Yun elektron qəbul edirsə mənfi iona çevrilir. Və bu nə qədər elektron itirdisə, elə bunun yükü də həmin elektronun yükünə bərabərdir. Yəni birinci deyirik ki, birinci halda şüşə müsbət 100.000 elektrona yükə malikdir. İkinci isə mənfi 100.000 yükə malik olmuş olur. Elektrona malik olmuş olur. Sonra dördüncü suala baxaq. Plasmas cisim ipək parça ilə sürtdükdə elektronlar ipək parçadan plasmas parçaya keçir. Yəni ipəkdən plasmasa keçir. İpəkdən elektron gedir. Elektron itirirsə ipək parça müsbət, plasmas isə mənfi yüklənmiş olur. Elektronu itirən müsbət iona çevrilir. Nə deyir bizə indi? Bunun səbəbi aşağıdakılardan hansıdır? Baxaq. Deyir, plasmas cismin elektronların cəzb etdiyi elektrik qüvvəsi ipək parçasının elektronları cəzb etdiyi qüvvəsindən böyükdür. Bəli, ikinci doğrudur ki, ikinci hansı böyükdürsə, onun cəzb etməsi daha böyük olur. Bu da plasmas olur. Gələk, birinci sütunda verilmiş cisimləri ikinci sütunda verilən cisimlərdən hansılarla sürtdükdə elektriklənmə baş verməz. Biz eyninə sürtdükdə heç bir elektriklənmə baş verməz. Yəni şüşəni şüşə ilə sürtdükdə, yunu yunla sürtdükdə, plasması isə plasmasla sürtdükdə heç bir elektriklənmə baş verməz. Gələk. Deməli, baxaq. Plasmas cismin elektrik yükü müsbət 15, yun parçanın elektrik yükü isə mənfi 21-dir. Plasmas cismi yun parça ilə sürtdükdən sonra yun parçanın elektrik yükü müsbət 9 olarsa, plasmasın yükünü tapın. Bu yüklərin saxlanma qanunu deyirik. Belə yüklərin saxlanma qanunu belə ifadə edirik ki, cisimlər sürtünmədən əvvəlki yüklərin cəbri cəmi sürtünmədən sonra yüklərin cəbri cəminə bərabərdir. Yəni buradan belə yazsaq, müsbət 15 üzərinə gəlinsin mənfi 21 cəmi deyil, yüklənmədən sonrakıların cəminə bərabərdir. Bilmirəm, n üzərinə gəlinsin müsbət 9. Bu tərəf bizə nə edir? Mənfi 6 bərabərdir. N üzərinə gəlinsin müsbət 9. Bu da n də bərabərdir. Deməli, mənfi 15. Deməli, burada mənfi 15 y-yə bərabər olur. Nə deyir burada? Pambıq parçanın elektrik yükünün işarəsini birinci sütuna, digər cisimlərin elektrik yükünün işarəsini isə dördüncü sütuna yaz. Nümunə olaraq.
Biz nə dedik? Bu cədvələ əsasən bilirik ki, hər birini bir-birinə sürtdükdə yuxarıda olanlar aşağıdakılara elektron verir. Və beləliklə, məsəl üçün deyirəm, şüşə ilə yunu sürtdükdə şüşədən yuna elektron gəldi. Şüşə müsbət, yun mənfi. Və yaxud da yun ilə kağızı sürtdükdə yun müsbət, kağız mənfi olur. Yəni, yuxarıdan aşağı elektron verir. İndi bizə nə deyir? Bizə deyir ki, pambığı, baxın, pambıqdır hamısı. Pambığı bunlarla sürtdükdə nə baş verər? Gəlin, baxaq. Pambığı şüşə ilə sürtdükdə, baxaq bir dənə, pambıqdır, şüşə ilə sürtüb. Şüşədən pambığa keçir. Olur şüşə müsbət, pambıq mənfi. Yəni, belə deyək, pambıqdan yuxarıdakıların hamısına sürtdükdə, bunların hamısı müsbət olur. Bir dənə pambıqla plasması sürtdükdə isə, pambığın özü müsbət olur, plasmas isə mənfi olur. Yəni, bir daha baxaq. Bax, burada yun müsbət, ipək müsbət, kağız müsbət. Qalanı bunlar mənfi, mənfi, mənfi. Pambıqla pambığı sürtdükdə heç bir yüklənmə baş vermir, elektriklənmə baş vermir. Pambıqla plasması sürtdükdə isə pambıq müsbət, plasmas isə mənfi olur. Müxtəlif maddələrdən hazırlanmış neytral M və N cisimlərinin sürtünmədən sonra qarşılıqlı təsiri hansı şəkildə doğru göstərilmişdir? Sürtünmədən sonra deyir, sürtünən cisimlərin mütləq şəkildə biri müsbət, biri mənfi yüklənir və biri müsbət, biri mənfi yükləndiyindən onlar bir-birlərini daima cəzb etmiş olar. Məsəl üçün, şarla saçımızı toxunduruq, saçımızı aralayanda saçlarımız da gedir şarla birlikdə. Yəni, onlar bir-birlərini artıq cəzb edirlər. Çünki şarla saçımız əks işarəli yüklənir. 9-cuya baxaq. Müxtəlif maddələrdən hazırlanmış cisimlərin kütləsi sürtünmə ilə elektriklənmə zamanı dəyişirmi? Cavabınızı əsaslandırın. Kütləsini soruşur bizə. Kütləsi xeyr dəyişmir. Adi bir misal götürək, elə şarla saçımızı götürək. Yəni, ikisini bir-birinizə müxtəlif maddələrdən hazırlanmış, ya şüşə ilə plasması. Bunları bir-birinə sürtdükdə, bunlarda yük alış-veriş olur. Yəni, kütlə başqa anlayışdır, yük başqa anlayışdır. Kütlə maddənin özündən asılıdır, sıxlığından asılıdır, həcmindən asılıdır. Yəni, onları iki cismi bir-birinə sürtdükdə yüklər bir-birinə keçir. Elektronlar bir-birinə keçir, alış-veriş olur. Yəni, bunun kütləsi dəyişmir. Bu cismin kütləsi dəyişmir. İki cismi bir-birinə sürtdükdə elektriklənmə baş vermirsə, aşağıdakılardan hansı və ya hansılar doğru ola bilər? Eyni maddədən hazırlanar, birinci, və keçirici maddədən hazırlanar, bu da ikinci. Dielektrikdən hazırlanmalıdır. Məsəl üçün, şüşə, plasmas, iki cisimlərin bir-birini elektrik keçməsi üçün. Elektriklənməsi üçün. Baxaq. Az öncə işlədiyimiz kimi bu ikisinin cəmini biz tapmalıyıq. Mənfi 7 elektron üzərinə gəlsin 13 proton bərabər olmalıdır. Şüşədəki proton üzərinə gəlinsin mənfi 13 elektron. Buranın cəmi edir müsbət 6 elektron bərabərdir. Gəlin elə belə yazaq bir dəqiqə. Yəni 13-ün üzərinə, mənfi 13-ün üzərinə neçə gəlsək, müsbət 6 eləyər. Burada taparıq ki, deməli, müsbət 19 proton. Yəni bunların da müsbət 19 proton eləsək, bu ikisinin cəmi nə verir bizə? Müsbət 6 protonu vermiş olur. Baxaq. Şüşə çubuğu yun parça ilə sürtdükdə elektronlar şüşə çubuqdan yun parçaya keçir. Elektronun yun parçadan şüşə çubuğa deyil, şüşə çubuqdan yun parçaya keçməsinin səbəbi nədir? Az öncə dedik ki, yun parçanın elektronları arasındakı qarşılıqlı təsir böyük olduğundan, yun parçanın elektronları arasındakı qarşılıqlı təsir böyük olduğundan şüşədən yuna keçir. Şüşədən yun parçaya elektron keçmiş olur. Çünki bunlar arasındakı qarşılıqlı təsir qüvvəsi daha böyükdür. Gəldik. Elektroskop.
Rəqəmlərlə verilmiş hissələrin adlarını yazın. Birinci, metal başlıq və yaxud da metal kürəcik. Metal başlıq. İkinciyə baxaq. İkinci, metal çubuq. Üçüncü, köynəklər və yaxud da vərəqlər. Köynəklər. Topluda köynəklər kimi görürük və yaxud da vərəqlər, metal vərəqlər. Dördüncüsü isə şüşə. Elektroskop nə üçün istifadə olunur? Cisimlərin elektriklənməsini müşahidə etmək üçün. Təkrar edirəm, elektroskop cisimlərin elektriklənməsini müşahidə etmək üçün. Baxaq. Yüksüz elektroskopun başlığına mənfi yüklü cismi toxundursaq nə baş verər? Uşaqlar, toxundurma başqa, yaxınlaşdırma başqa. Əgər toxundurma varsa, buradakı mənfilər hamısı bura gedər, mənfilər. Hamısı yox, yarıya bölünər, mənfilər. Yəni, toxunduranda yadımıza saxlayaq ki, toxundurulan cismin yükü nədirsə, müsbət və ya mənfi, elektroskop da həmin yüklə yüklənmiş olur. Mən mənfi cismi yaxınlaşdırıramsa, elektroskopum da mənfi olar. İki mənfi bir-birini nə edər? İtələyər. Mənim köynəklərim bir qədər aralanmış olar. Dördüncü suala baxaq. Neytral keçirici cismi yüklü elektroskopun başlığına toxundursaq nə baş verər? Birinci, elektroskop mənfi yüklənib. Deyək ki, elektroskop mənfi yüklənib. Baxın, bu elektroskop mənfi yüklənib. Bir dənə də yüksük neytral bir cismi toxundurduqda. Baxaq, neytral cismə elektronlar keçər. Bu elektronları bunun çox olduğuna görə deyir ki, elektroskopun yükü azalar. Yəni, bu mənfidən bu cismə elektronlar keçmiş olar. Cisim onda nə olur? Mənfi yüklənmiş olar. Cisim mənfi yüklənmiş olar. Elektroskopun yükü də azalmış olar. İkinci halda, deyir, elektroskop müsbət yüklənərsə, neytral cisim elektronları elektroskopa keçər. Elektroskopun yükü azalar. Yarpaqlar yenə bir az yığılar. Cisim müsbət yüklə yüklənmiş olar. Hər iki halda elektroskopun yükü azalmış olur. Keçək. 5-ci suala. Elektroskop eyni işarəli elektrik yükü olan cisimlərin qarşılıqlı təsirinə əsasən işləyir. Yüklü cismi yüksüz elektroskopun başlığına toxundursa, başlıq ilə vərəqlər eyni işarə ilə yüklənər. Elektroskop yükləndikdə ondakı elektronların sayı dəyişir. Yükləndikdə dəyişmiş olur. Baxaq. Yüklü elektroskopa müsbət yüklü cisim toxundurduqda vərəqlər şəkildəki kimi aralanır. Cismin toxunmazdan öncə elektroskopun yükünün işarəsi necə idi? Bizə nə deyir? Diqqətli oxuyaq. Müsbət cismi toxundurulub. Bizə burada şərtdə demir, vərəq şaquli vəziyyət alır. Vərəq biraz daha aralanır. Vərəqlər şəkildəki kimi aralanır və bura müsbət bir cismi toxunduruq. Deməli, müsbət bir cismi toxundururuq və elektroskopun işarəsi dəyişmişdir. Yəni, elektroskop özü də əvvəl müsbət yüklənib, ona biraz da məsəl üçün deyək də, əgər müsbət 2 ilə yüklənib, mən də ona müsbət 5 yaxınlaşdırıram. Bunların yükünün miqdarı artar. Vərəqlər daha da başlayır aralanmağa. Bizə nə deyir? Cisim toxunmazdan öncə elektroskopun işarəsi yenə müsbət idi və toxunmadan sonra da biraz vərəqləri ayrılıb, yəni yükü artmış olur. Sadəcə olaraq yükü artmış olur. 7-ci suala baxaq. Elektroskopun vərəqləri şəkildəki kimi vəziyyətini dəyişib. Yəni, baxın, yükü azalıb. Hətta deyək, şaquli vəziyyət alıb, sıfırlanıb. Əvvəl yüklü idi, sonra azalıb. Ya müsbət idi, sıfıra olub, ya mənfi idi, sıfır olub.
Elektroskopun vərəqlərində yük azalıb. Doğru. Elektroskopun vərəqlərindəki yük artıb. Xeyr. Elektroskopun başlıqdakı yükü azalıb. Bəli, başlığındakı yük azalıb. Elektroskopun başlığındakı yük artıb. Xeyr. Cavab 1-3. 8-ci suala baxaq. Mənfi yüklü A və B elektroskopları başlıqları metal çubuq ilə birləşdirsək vərəqlərin vəziyyəti necə dəyişər? Nə deyir bizə? Mənfi yüklü AB. Deməli, bunları deyir bir-birinə metalla birləşdirsək. Təsəvvürümüzə gətirək ki, hər ikisi mənfi yüklə yüklənib. Deyək, biri mənfi 6 elektronlar, digəri isə daha aralıdır. Meyl etmə bucağı daha böyükdür. Mənfi 10 elektronla yüklənib. Və bunlar biz ümumi yükü tapdıqda yüklərin cəmini yarıya bölürük. Çünki eyni elektroskopdur. Yarıya bölürük. Bu da nə edir? Mənfi 16 2-yə də bölsək birinin yükü edir mənfi 8. İndi hər ikisi olur mənfi 8. Nə müşahidə edirik bizi? Cavabınızı deyir əsaslandırın. Vəziyyət necə olar? Mənfi 6 idi əvvəl, oldu mənfi 8. Neynədir? Artdı. Yükü artdı. Artdısa biraz vərəqlər aralanar. Qoy səliqəli çəkin. Vərəqlər biraz daha aralanar. Digərinə baxaq. Mənfi 10 idi, oldu mənfi 8. Yükümün miqdarı azaldı. İşarə dəyişmədi. Onda deyərik, vərəqlər biraz qapanmış vəziyyətdə olar. Meyl etməsi azalar. 9-cu suala baxırıq. Elektroskopun vərəqlərinin az və ya çox meyl etməsinin nədən asılıdır? Bax, elə 8-ci sualın cavabı. Nədən asılı oldu? Yükün miqdarından. İşarənin fərqi yoxdur. Yükün miqdarından, yəni cavab B variantı. Yükümüz nə qədər çox olsa, elektroskopun yükü, vərəqlər bir o qədər aralı vəziyyətdə olar. Daha çox meyl etmiş olar. Elektroskop müsbət yüklənmə zamanı. Elektroskop deyir, müsbət yüklənib. Bax, elektroskopun başı müsbət yüklənib. Nə zaman müsbət yüklənir? Elektron elektroskopdan cismə keçəndə. Bəli, elektron deyir, keçir cismə. Elektron itirmiş bir atom nəyə çevrilirdi? Müsbət iyona. Deməli, cavabımız burada 3-ü qəbul edərik. Təkrar edirəm. Elektroskop müsbət olur. Nə zaman? Neytral elektroskop mənfisini itirərsə, mənfi itirəndə müsbət iyona çevrilmiş olur. Hansı halda yüksüz elektroskop müsbət yüklənər? Baxaq, müsbət yüklü cismi başlığa toxundurduqda, bəli, toxundurduqda hansı cism ilə toxundururamsa, həmin cismin yükünə bərabər olur. Mənfi yüklü cismi toxundurduq, elə cavab A variantıdır. Gəldik 12-ci suala. Elektroskopun elektrik yükü 0,1 kulondur. Metal naqil vasitəsilə onun başlığını elektrik yükü mənfi 0,1 kulon olan eyni elektroskop başlığı ilə birləşdirsək nə baş verər? Biz nə dedik? İki cisimlərin birləşməsindən bərabərdir. Q1 üzərinə gəlsin, Q2 bölünsün 2. Biz bunların yüklərinin cəmini toplayanda görürük ki, bu 0-a bərabərdir. İndi buna əsasən cavabları seçirik. 0 nə deməkdir? 0 o deməkdir ki, elektroskopum yüksüzdür. Yüksüz olanda da nə olurdu? Şaquli vəziyyət alırdı. Sonuncu 12-cidir bəli. Şəkildəki cisim və elektroskopun toxunmazdan öncə elektrik yükü haqqında nə demək olar? Hər iki halı müzakirə edin. Baxaq. 13-cü misal eyni ilə 12-ci misalla demək olar eynidir. Şəkil üzərində baxaq. Əgər deyək ki, elektroskopuma müsbət 5Y-dirsə, mən buna mənfi 5Y ilə toxundururamsa, bu zaman bu şaquli vəziyyət alır. Yəni, yüklərin cəmi 0-a bərabər olur. Əksinə, elektroskopun mənfi məsəl üçün 2 elektronudursa, mən buna müsbət 2 elektron yaxınlaşdırıramsa, yenə yüklərin cəmi 0-a bərabər olur. Və hər iki halda da elektroskop şaquli vəziyyət almış olur. Yəni, hər iki halı müzakirə, yəni bir dəfə müsbət, bir dəfə mənfiyə nəzər saldıq.
Yəni hər iki halda da elektroskopun sonrakı vəziyyəti şaquli vəziyyət almış olur. Bax, eynən 12-ci sualın eyni. 12 və 13 eyni sualdır. Bu qədər uşaqlar. Sağ olun.